xalqı tarix boyu azadlıq uğrunda mübarizə aparmış, öz milli dəyərlərini qorumuş və gələcəyini qurmaq üçün böyük çətinliklərdən keçmişdir. Müstəqillik xalqımızın ən böyük sərvətidir. Bu müqəddəs nemətin qorunması və möhkəmləndirilməsi yolunda ümumi milli lider Heydər Əliyevin xidmətləri danılmazdır. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan sabitliyə qovuşdu. Dövlətçiliyimiz gücləndi və ölkəmiz dünyada layiqli yer tutdu. Bugün biz azadlıq haqqında danışacağıq. Uşaqlar, deyin görüm azadlıq nə deməkdir? Azadlıq bizim sevincimizdir. Mən bayrağam. Azadlıq o deməkdir ki, həmişə bayrağımız ucadan dalğalansın. Mən günəşəm. Azadlıq o deməkdir ki, hər günümüz işıqlı və sevinçli olsun. Mən kitabım. Azadlıq o deməkdir ki, uşaqlarla doğmasını öyrənsin. Mən gərçinəm. Azadlıq o deməkdir ki, sır olsun, hamı xoşbəxt yaşasın. Heydər Əliyev deyirdi, müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir. Bu sözlər bugün də hər birimiz üçün böyük əhəmiyyət kəsb edir. Biz gənc nəsil olaraq dövlətimizin müstəqilliyini qorumalı, vətənimizi sevməli və onun inkişafı üçün çalışmalıyıq. Bugün Azərbaycan güclü, qüdrətli və müasir dövlətdir. Biz fəxr edirik ki, azad ölkədə yaşayırıq. Qoy Azərbaycanın müstəqilliyi əbədi və sarsılmaz olsun. Yaşasın Azərbaycan, yaşasın müstəqilliyimiz.